Əsas məqsədimiz dövlətin maraqlarını, dövlətçilik prinsiplərini qorumaqdır. Dövlətin güclənməsi üçün, dövlətin siyasi dayalarının möhkəmləndirilməsi üçün əlimizdən nə gəlirsə, o biz etməliyik ki, bugün və onu bacardığımız qədər də biz onu eləyirik. Təbii ki, siyasətlə kim məşğul olursa, ilk növbədə birinci dövlət maraqları gəlir, sonra isə başqa maraqlar təbii ki, gəlir. Ona görə missiyamız da bundan ibarətdir. Yəni, missiya yalnız siyasətlə məşğul olmaq və dövlətin mənafeyini və maraqlarını qorumaq. İnsanların, bayaq dediyim kimi, davranış qaydalarını təsir etmək kimlədir? Efirlərə çıxan şəxslər, siyasi xadimlər, bunlar insanların davranış qaydalarına, ictimai şuura təsir etmə imkanına malikdir. O mexanizmdən istifadə gərək orada spekulyasiya eləmək olmaz. Çünki biz cəmiyyəti formalaşdırırıq axı. Efir mədəniyyəti nümunəvi olmalıdır. Şəxsən bizlər bu siyasətçilərin nümunəvi olmalıdır, efir mədəniyyəti olmalıdır və digər siyasi mədəniyyət nümunəvi olmalıdır. Strateginin tərkib hissəsi olaraq da bir çox islahatlar həyata keçirdik. Məsələn, siyasi, indi biz sahədən danışırıq. Siyasətdə çox ciddi islahatlar var. Məsələn, heç vaxtda olmayan müxalifət, iqtidar arasındakı diyaloq, bu çox önəmlidir, bu çox vacibdir. Yəni ki, artıq cəmiyyət ictimai şuurun formalaşmasında önəmli rol oynayır o. Çünki insanlarımız dövlət anlayışı olanda, dövlətçilik, vətən məsələsi gələndə hamı bir yerdə olmalıdır, hamı bir çəkici bir yerə vurmalıdır. Bu anlayış əvvəl bizdə yox idi və bunu yaradanlar bu günləri təbii ki, bu cənab prezidentin tapşırığı ilə bu məsələlər və o siyasi dialoqun yaradanlar bu, daha doğrusu bu siyasi dialoqa tərəf gedəndə, bu da bu siyasi islahat sayılır. Biz bilirsiniz, işğaldan azad olunmuş rayonları, məsələn, biz gedib gəlirik, birgə səfərlər təşkil olunur. O böyük qayıdışın deməli, planlarını necə qurulur, orada hansı işlər görülür, qısa müddət ərzində hansı nailiyyətlər əldə olunub. Bunlar da islahatlardır, iqtisadi sahədə islahatlar var, sosial sahədə islahatlar var. Təbii ki, biz İndi burada bunu ümumi danışırıq. Ola bilər kimlərsə, məsələn, bu prosesdə narazı olanlar var, onlar da var. Amma onlarda mən hesab edirəm ki, o müəyyən fərdlərdən asılıdır. Fərdlər individual olaraq fərdlərin yanaşmasından asılıdır. Bəzi problemlər üzə çıxır. Amma bu, mən hesab edirəm ki, ümumilikdə isə çox ciddi islahatlar görülür. Bu islahatlar bizim Azərbaycanın indi bugünkü dövr üçün, məsələn, biz onu görməyə bilərik. Nə üçün görməyə bilərik? Məsələn, tutaq, indi elə proses başlayıb ki, o proses biz bir neçə ildən sonra öz bəhrəsini verir dövlətə. Bir neçə il keçəndən sonra onun biz müsbət keyfiyyətlərini görürük, müsbət elementlərini görürük. Ona görə hesab edirəm ki, bunlar gələcək nəslin üçün həmin islahatların böyük əhəmiyyəti var və onların həyatında, firavan yaşamağında ciddi dönüş yaradacaq. Fərqli yanaşma var. Onlar o 90-cı illərdə daşlaşmış sanki elə bir təfəkkürlə gəlir, indiyə qədər çıxırlar. Bu çox, belə deyək, həm bizim üçün yanlışdır, həm də ki, təhlükəlidir. Çünki yanlışdır ona görə ki, hamı dövlət üçün çalışırsa, bizdə bir məsələ var da, belə deyirlər, hamı misal çəkirlər, tutaq ki, Məhəmməd Peyğəmbərdən misal çəkirlər, Həzrət Əlidən, İmam Hüseyndən misallar çəkirlər bizdə. Bunu əsasən daha çox o təbəqə ilə, daha doğrusu, dinlə məşğul olanlar eləyirlər və ümumiyyətlə insanlarımız da bunu, biz bunu neçə illərdə bunu aşırıblar bizə. Amma heç kim onların ideologiyasını həyata keçirmir. Sadəcə olaraq sözü deyir və özü də o sözü pozur. Yəni, bu biraz yanlışdır. Bu insanlar, bu manipulyasiyadır. Cəmiyyətdən, ictimaiyyətdən manipulyasiyadır. Və bizim siyasətçilər də var, o cür manipulyasiya eləyirlər. Onlar müxalifət sayılmır. Ona mən hesab edirəm ki, o cür müxalifət yoxdur. Mənim üçün yoxdur müxalifət, amma həm də ki var, ona görə var ki, parlamentə təmsil olunan müxalifət var. Sonra həqiqətən də dövləti üçün öz bütün qüvvəsi ilə çalışan, öz vətəni üçün çalışan müxalifət var. Bunlar təbii ki, müxalifət sayılır, amma o birisi müxalifəti mən müxalifət saymıram. Bir yanaşma dəyişilməlidir. Təbii ki, bir çox siyasətçi istəyir ki, öz həm təmsilçilik baxımından, həm uğur baxımından deməli qazanmaq üçün hansısa bir addımlar atsın, addımların uğur gətirsin. Təbii bu normal bir şeydir, normal bir insani istəkdir. Amma bu günləri bizim bütün məqsədimiz və mövqeyimiz, bizim bütün addımlarımız yalnız
dövlət və dövlətçilik prinsiplərinə xidmət etməkdən keçir. Ona görə də o istiqamətdə təbii ki yazdığımız və düşündüyümüz fəaliyyət proqramına gedəcək.